Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test toplusu 2025-ci nəşrində yer alan mənəvi saflıq mətninin izahını paylaşım. İzaha keçmədən öncə dərslərimiz haqqında məlumat vermək istəyirəm. Dərslərimiz həm Azərbaycan dili, həm də ədəbiyyat fənni üzrə tədris olunur. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün qeyd edəcəyim nömrə ilə əlaqə yaratmağınız lazımdır. Deməli, 051 959 07 68. Bu nömrə vasitəsilə əlaqə yaradırsınız və dərslərimiz haqqında daha ətraflı sizə məlumat veririk. İndi isə keçdik, deməli, mənəvi saflıq mətninin izahına. Mətni oxumuşuq və oxuduqdan sonra sualların izahını keçirik vaxt itməsin deyə. Deməli, 61-ci sualdan başlayırıq. Mətndə tülqarı hərflə yazılmış sözü verilmiş ifadənin hansı ilə əvəz etmək olar? Tülqarı hərflə verilmiş sözü tapırıq. Baxırıq, görürük ki, bəhrələnmək sözüdür. Bəhrələnmək nədir? Nədənsə faydalanmaq mənasına gəlir. Görək, harda qeyd olunub? Deməli, bir də baxın, faydalanmaq. Yəni, bəhrələnmək nədir? Faydalanmaq. Bəhrələnmək fərəhlənmək demək deyil, qürurlamaq demək deyil, öyrənmək deməkdir. Bəli, kimdənsə faydalanırsan. Məsələn, müəllimin biliyindən bəhrələnirsən, faydalanırsan, yəni ondan öyrənirsən. Ona görə də sualımızın düzgün cavabı 1-4-B variantı olacaq. 62. Hansı fikir mətnə əlavə edilsə, tərkiblər arasında əlaqə pozular? Baxın, bilmədiyini öyrənmək eyib deyil. Bəli, burada bir problem olmaz. Tərkiblər arasında əlavə oluna bilər. Yəni, əsasa, girişə, nəticəyə əlavə oluna bilər. Problem deyil. İnsanın içindəki paxıllıq və həsəd ən çox onun özünə zərər verir. Bəli, bu hissəni biz əsas hissəyə qeyd edə bilərik. Kinli insanlar bəşəriyyətdə faciələrdə səbəb olurlar. Bəli, əsas hissəyə gedə bilər. Problem yoxdur. Yaxşı nəsihət qızıldan qiymətlidir. Burada da bir problem yoxdur. Amma A variantında deyir ki, hava çiskinli olduğundan ov baş tutmur. Biz görürük ki, baba ilə nəvə ova çıxmaq istəyirlər və ov da baş tutur. Hətta ona gedirlər, xərçəng də tuturlar. Yəni, burada qeyd edir ki, hava çiskinli olduğundan ov baş tutmur. Əlaqə pozular istəyir. Ona görə A variantında əlaqə pozulmuş olacaq. Çünki onlar günlərin birində baba ilə nəvə çay kənarına ovlamağa gedir. Deməli, nəvə toru suya atır, tora bir xərçəng düşür. Bunlar ova gedirlər. Amma burada A variantında deyir ki, hava çiskinli olduğu üçün o baş tutmur. Necə baş tutmur ki, onlar gedirlər? 63-ə baxırıq. Mətndə hansı suala cavab yoxdur? Vedrədə bir xərçəng olarsa, onu qorumağa ehtiyac varmı? Baxın, A variantında verilmiş sualın cavabı var. Çünki orada baba deyir ki, əgər bir vedrədə bir dənə xərçəng olsa, onun qapağının ağzını bağlamağa ehtiyacı var. Çünki o neyniyib? Yəni oradan çıxa bilər. Amma 2 dənə olsa, artıq onun ağzını bağlamağa ehtiyacı yoxdur. Çünki 2 dənə olanda bir xərçəng deyir, özünü çölə atmaq istəyəndə o bir xərçəng onun ayağından çəkib onu aşağı dartacaq da, yəni qoymayacaq çıxmağa. Yəni bu sualın cavabı var. Platon müəllimini necə qiymətləndirirdi? Biz oxuyanda mətni görürük ki, Platon deyir ki, mən müəllimlərə çox böyük hörmət qoyuram. Yəni atamdan daha çox hörmət qoyuram. Niyə? Çünki deyir ki, atam məni göydən yerə endirdi, amma müəllimim məni yerdən göyə qaldırdı. Ona görə də Platon müəllimini çox yüksək qiymətləndirdi. Bunu görürük. Müdrik insanlardan niyə bəhrələnmək lazımdır? Orada mətni oxuyanda biz görürük ki, müdrik insanlarda bəhrələnməyin faydasından danışır. Yəni biz bu mətndə bu hissəyə rast gəlirik. Hətta onu da göstərək. Görək, hardaydı? Aha. Baxın, burada qeyd olunur ki, həqiqətən müdrik insanlar zəngin mənəvi keyfiyyətə malikdirlər. Onlardan bəhrələnmək lazımdır. Ona görə də biz burada C variantının da deməli cavabını tapmış oluruq. Yəni müdrik insanlardan niyə bəhrələnmək lazım olduğu sualına cavab tapırıq mətndə. İnsan özünü daxildən paklaşdıra bilərmi? Bəli, insan öz içindəki o necə deyim, kin, küdurəti təmizləyir, özünü paklaşdıra bilər. Bu haqqda da məlumat var. Amma deyir ki, məşhur filosoflar bir-birinə nə məsləhət görürlər? Mətni oxuduğumuz zaman biz görürük ki, filosofların bir-birinə nə məsləhət görməsi ilə bağlı bir fikir yoxdur. Ona görə sualımızın düzgün cavabı 63-də Y olacaq. 64. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin mənasına uyğun deyil. Mətndə altından xətt çəkilmiş sözlərə baxsaq, xariqələr sözüdür, mükəmməl sözüdür, cahillik sözüdür. Deməli, cahillik bir də xislət sözüdür. Bunların heç birinə aid olmayan fikir istəyir. Baxın, xariqə nə deməkdir? Yəni, möcüzələr deməkdir, düzdürmü? Sonra orada var idi, deməli, xariqələr idi, mükəmməl, cahillik, xislət. Baxın, mükəmməl olmaq, mükəmməllik bir növ nəciblik anlayışının üst-üstə düşür. Yəni, mükəmməl, nəcib.
Bunu götürə bilərik misal üçün. Cahillik, nadanlıq uyğun gəlir. Sonra xislət bir insanın xisləti. Yəni onun necə deyək? Xislət nə deməkdir? Yəni ki, bir insanda olan daha doğrusu üzr istəyirəm, mən sözləri biraz qarışdırdım. Deməli, xariqə sözü idi, mükəmməl sözü idi, cahillik, bir də xislət sözləri dedi, düzdürmü? Deməli, biz xariqə sözünü möcüzə sözündən əvəz edə bilərik. Məsələn, insan xariqələr yaradır, möcüzələr yaradır. Daha sonra mükəmməl sözünü biz mükəmməl, bir şey mükəmməldir, yəni kamildir götürə bilərik. Mükəmməl, kamil belə deyək. Sonra nadanlıq, cahillik var idi, nadanlıqla uyğunluq təşkil edir. Xislət nədir? Bir insanın xisləti, yəni onun təbiəti, bu mənasında, yəni bir insanın təbiəti, xarakteri, yəni xisləti. Bunu biz təbiət sözünə əlaqələndirə bilərik. Amma C variantına nəciblik sözünü buradakı sözlərin heç birini əlaqələndirə bilmədiyim üçün sualımızın 64-dəki sualımızın düzgün cavabı C variantı olacaq. 65-ə baxırıq. Babanın sözlərini hansı fikirlə qüvvətləndirmək olar? Baba axırda nə deyir? Baxaq. Deyir, bəzən xərçəng xisləti olan insanlar da olur. Birinə əl uzatmaqdan, dayaq olmaqdansa ayağından çəkir və onu bağlayırlar. Bəli, bu fikri görək hansı ilə biz əvəz eləyə bilərik. Sualımızın düzgün cavabı D variantı olacaq. Baxın, paxıl başqasının dərdinə çəkər, öz həyatını piç edər. Baxın, biz burada görürük ki, orada iki xərçəngdən biri özünü vedrdən kənara atmaq istəyəndə, o biri xərçəng onun ayağından dartıb aşağı çəkir. Və biz də bunu görürük ki, paxıl başqasının dərdini çəkir və öz həyatını piç edir. Ən doğru variantımız, ən belə deyək də, aydın, tam şəkildə fikrimizi, bu fikri qüvvətləndirən belə deyək də cümlə məhz paxıl başqasının dərdini çəkər, öz həyatını piç edər fikri olacaq. Burada məsələn əsl dostluq paxıllıqsının nə olduğunu bilməməkdir. Burada dostluqdan söhbət getmir. Paxıla tanrı verməz, versə də qarnı doymaz. Bu fikir də uyğun gəlmir. Paxıllıq tanınmağın ən səmimi formasıdır. Ağıldan paxıllıq olmaz, ağıldan artıq var olmaz. Yəni bu fikirlər əslində paxıllıqla bağlıdır, amma ən doğru cavab, yəni babanın fikirlərini qüvvətləndirəcək ən doğru cavab paxıl başqasının dərdini çəkər. Öz həyatını piç edər. Yəni həqiqətən də paxıl insanlar başqasının dərdini çəkir, amma öz həyatını unudur. Çünki öz həyatı ilə maraqlanmır. Başqasının ancaq paxıllığını çəkməklə məşğuldur. Yəni ayağından çəkir və öz həyatını əslində piç edir. 66-ya baxırıq. Hansı fikir nöqtələrini yerinə yazmaqla mətni genişləndirmək olmaz? Cüt olanda biri dırmaşıb canı qurtarmaq istəyəndə digəri onun ayağından aşağı çəkir ki, xilas olmaz. Bir-birlərini aşağı çəkdikləri üçün baba deyir ki, bir dənə xərçəng tutanda problem deyil. Onun deyir, qapağının ağzını yox, bir dənə olanda xərçəng qapağın ağzını, vedrənin qapağının ağzını bağlanmasın. Çünki o atılacaq, vedrədən çıxacaq. Amma 2 dənə xərçəng olanda ehtiyac yoxdur. Çünki deyir, 2 dənə xərçəngdən biri çıxmaq istəyəndə o biri onun ayağından çəkəcək, aşağıya doğru da qoymayacaq çıxa. Ona görə qapağın ağzını bağlamağa ehtiyac yoxdur. Çünki bağlamasan da onsuz da nə edəcəklər? Çıxmayacaqlar. Çünki biri digərinin ayağından çəkib aşağıya doğru çəkəcək, qoymayacaq vedrədən çıxsın. Baxın, vedrədən çıxmamaq, ağzının qapağını bağlamamaq hansındadır? A variantıda dil vedrəni örtmək vacibdir. Xeyr, niyə vacibdir? Bir dənə olsaydı vacib olardı. Axı orada 2 dənə xərçəngdən söhbət gedirdi. Ağızlarını bağlamaq lazım gəlmir, vedrəni bağlamaq ehtiyac qalmır, açıq qalsa da olar, qapaq lazım olmur. Bəli, bunlar uyğun gəlir. Amma A variantında deyir, vedrəni örtmək vacibdir. 2 dənə xərçəng var. Biri zaten onun ayağından çəkəcək aşağı, qoymayacaq çıxsın. Niyə bağlayım ki vedrənin ağzını? Baba bunu izah etmək istəyirdi. Ona görə də sualın düzgün cavabı A variantı olacaq. Keçdik 67-yə. 67-də deyir ki, hansı hata sözləri mətndəki əsas fikri ifadə edir? Aha, əsl zəngin insan kamil olandır. Bəli, əsl insan, zəngin insan kimdir? Kamil olandır. Yəni, müdrik insan, müdriklərdə nəsihət alan insanlar kamil insanlardır. Bəli, bu atalar sözləri mətndəki əsas fikri ifadə edir. Söz sahibinin dustağıdır, sahibi sözün dustağı. Burada sözdən yəni söhbət getmədi. İbrət almağa bacaran insan xoşbəxt olur. Bəli, başqalarının başına gələn hadisələrdən ibrət alan, müdriklərdə nəsihət alan insanlar xoşbəxt olur. Bunu ifadə edir. Bəli, bu mətndən səsləşir. Həyatda hədəflərə çatmaq üçün güclü olmaq lazımdır. Burada həyatda hədəflərə çatmaq üçün güclü olmaq ifadəsi, yəni məsələsi burada qoyulmadığına görə biz bunu doğru variant kimi götürə bilmərik. 1-3 sualımızın düzgün cavabı C variantıdır. 68-də deyir ki, nömrələnmiş hansı cümlələri mətndən çıxarsaq, cümlələr arasındakı əlaqə pozular. Deməli, baxaq, görək hansını çıxarsaq, pozular. Yer üzü xariqələrlə doludur.
Baxın, bunu çıxarsam, bax birinci bunu. Cümlə buradan başlasa, görün pozulacaq. İnsan kainatın ən mükəmməl möcüzəsi olduğu qədər də sirli varlıqdır. Müdriklərdən biri deyir. Dünyada ən ədalətli paylanan ağıldır. Çünki hər kəs pulun, vaxtın və s. azlığından şikayətlənir, amma heç kəs ağlının azlığından şikayətlənmir. Biri çıxarsam, bir problem olmayacaq. Yəni, cümlə normal şəkildə davam edəcək. Burada bir problem yoxdur. 2-yə baxaq. Özünü hamıdan ağıllı saymaq cahillikdir. Bunu da çıxarsam cümlədə bir problem olmayacaq. Ta ki, bu yoxdur. Bura qədərdir. Bunu çıxartdım, nə fərq olacaq? Heç nə. Yəni, cümlələr arasında əlaqə pozulmayacaq. Amma 3-ə baxın. Günlərin birində bir baba nəvəsi ilə çay kənarına xərçəng ovlamaq gedir. Gəlin bu cümləni çıxardaq. İndi baxın, belə oxuyun. Nəvə toru suya atır, tora bir xərçəng düşür. Əvvəldə nə olub? Elə ki, boşluq yarandı da. Boş çoxluq kimi belə düşünün. Yəni, boşluq yarandı. Əvvəldə nəsə olmalıdır ki, bu nəvə toru salsın da. Yəni, birinci ova geçsinlər ki, bu toru suya sala bilsin. 3-ü çıxarsam, məna əlaqəsi pozulacaq. Baxaq sonra, beləliklə paxıllıq onları məhv edir. Baxın, 4-ü çıxarsam, bir problem baş verməyəcək. Bir-birlərini aşağı çəkdikləri üçün vedrənin ağzını bağlanma ehtiyacı yoxdur. Tək bir fikri yazdım. Sonra bu olmasa, əlaqə pozulmaz, problem olmaz. Amma 5-də, baxın, 5-də bəzən xərçəng xislətli insanlar da olur. Məsələn, bunu çıxarsam, baxın, birinə əl uzatmaqdan, dayaq olmaqdansa ayağından çəkir, yolunu bağlayır. Bu olmasa, sanki boşluq yaranacaq ki, əvvəldə nədən danışıldı, heç bilinmədi. Ona görə də 3 ilə 5-in, belə deyək, 3 və 5-ci cümlələri biz mətndən çıxarsaq, əlaqə pozulmuş olacaq. Digərlərində isə heç bir deməli, pozulmanı görmədik. Ona görə sualımızın düzgün cavabı A variantıdır. 69. Əvvəlində işarə qoyulmuş sözlərin mətndəkindən fərqli mənada. Yəni, əgər həmin işarə qoyulmuş sözlər, belə deyək də, həqiqidirsə, məcazidə işlədəcəm. Məcazidirsə, həqiqidə işlədəcəm. Bizdən bunu istəyir. Gəlin, baxaq. Mətndəkindən fərqli məna. Görək, hansılardır onlar? Baxaq. Aha, deməli, bir sözümüz ağzı sözüdür, ağız. Vedrənin ağzı həqiqi mənadadır, məcazi mənadadır. Vedrənin ağzı məcazi mənada olacaq. Çünki insan ağzı ola bilər, vedrənin ağzı olmaz. Burada bir bənzətmə var, yəni məcazilik. Demək, məcazi mənadadır. İndi bizdən nə istəyirdi? Mətndəkindən fərqli mənada. İndi məcazidirsə biz onu hansı mənada işlətməliyik ağzı sözünü? Həqiqi mənada. Ağzını həqiqi mənada necə işlədərik? Misal üçün, birini mən yazıram, siz fərqli cümlələr yaza bilərsiniz, amma həqiqi mənada işlənsin. Məsələn, mən yazıram ki, burada uşaq ağzını sildi. Uşaq ağzını sildi. Yəni, uşaq ağzını silə bilər. Uşağın ağzı həqiqi mənadadır. Gördünüzmü? Həqiqi mənada işlətdim. İndi növbəti deməli, işarə qoyulmuş ayağından çəkir ifadəsidir. Birinə əl uzatmaqdan, dayaq olmaqdansa ayağından çəkir, yolunu bağlayır. Burada ayağından çəkmək, kimisə ayağından çəkmək, kimisə pisliyini istəmək mənasındadır, paxıllığını çəkmək mənasındadır. Ona görə bu söz məcazi mənada işlənib, düzdürmü? Baxın, bu da məcazi mənada işlənib. İndi məcazidə işlənibsə, mən onu hansı mənada işlətməliyəm? Bizdən nə istəyirdi? Deyir ki, mətndəkindən fərqli mənada. Yəni, həqiqi mənada. Məcazidirsə, həqiqidə işlətməliydim. Həqiqi idisə, məcazidə. İndi bu söz məcazi mənada işlənib. Gəlin, həqiqidə işlədək. Deməli, dostu onun ayağından çəkib, damdan aşağı saldı. Bəli, uşaq, dostu, deməli, oğlanın ayağından çəkir, damdan aşağı salır. Ayağından çəkmə burada həqiqi mənada işlənmiş ifadə oldu. Siz, yəni, başqa bir sözdə, başqa bir cümlələrdə təbii ki, işlədə bilərsiniz. Aha, gəldik 70-ə. Cədvəli mətn əsasında tamamlayın. Baxın, mətn əsasında tamamlamalıyıq. Özümüzdən cümlələr qoşmuruq. Baba nəvəsi ilə xərçəng ovlamaq istəyir. Nəticədə nə olur? Baba ilə nəvə ova gedirlər. Xərçəng ovlayırlar və baba orada nə edir? Nəsihət verir. Deməli, baba nəvəsi ilə xərçəng ovlamaq istəyir və nəticədə nə olur? Baba ilə nəvə ova gedirlər, bunu yaza bilərsiniz. Baba ilə nəvə xərçəng tutur və yaxud da yaza bilərsiniz ki, baba nəvəyə həyat dərsi verir. Sonra Platon indi nəticə hissəsi verilib, bizdən səbəb hissəsini soruşur. Platon deməli, müəlliminə atasından daha çox hörmət göstərir. Səbəbi nə idi? Çünki Platon deyirdi ki, müəllim, atam məni göydən yerə
Müəllim isə məni yerdən göyə qaldıran şəxsdir. Ona görə müəllimini atasından daha çox üstün tuturdu. Yəni ona daha çox hörmət edirdi. Baxın, gördünüzmü? Mən bütün fikirlərimi mətn əsasında izah etdim. Yəni mətndən kənara çıxmadım. Mətndə olan fikirlərlə mən belə deyək də izahları vermiş oldum. Belə, inşallah ki, izahım aydın olmuşdur. Bu da bizim deməli mənəvi saflıq mətninin izahı idi. İnşallah izahım aydın olmuşdur sizə. Növbəti izahlarda görüşərik. Sağ olun, salamat qalın.